64. Bab. Ey Perverdigar, asmanını yerib, pəski düşkəysən, tağla aldığında titrisun, xuddi quruq otununu ot köydürgəndək, ot sunu qaynatqandək, sən pəski düşsən, imansız əlləmu aldığında titrəkdi. Düşmənlərin mu senin namını bilətdi. Sen biz təsəvvür qılamıqdək acayip işlerini qılğan idin. Sen pəşki düşkəndə tağla aldığında titrəb kətkən idi. Sendin başqa bir xudanın özüge ümid bağlığan xalqı üçün iş qılğanlıqını qədimdən bu yan heç kim anlap baxmıdı, iştib baxmıdı, körüb mü baxmıdı. Adaletini, yürgüzüşni xuşallıq dəb bilgən, yolunu esidi saxlığan adamlərə yardım versən. Biz daim günah qılğanlığımız üçün sən qəzəbləndin. Biz yanıla qutqusulumuz mu? Hemmimiz napak adamlarımız. Biz qılğan haqqani əməlləmu xuddi bulğanğan kimge oxşaydı. Biz xuddi yopulmaqdək xazan bolumuz. Günahlarımız şamal bolup bizni uçurup ketidi. Hiç kim namını atap ötünmeydi. Sana bağlanışqa hiç kim intilmeydi. Sen bizden yüz örüdün. Bizni günahlarımızın iskencisiga taşladın. Lekin Perverdigar, sen yadınla bizning atımız. Biz lay, sen kulhalçı. Biz senin kolunda yasalgan. Hey Perverdigar, bizge bunçilik gazapını verme, günahlarımızını isinde mengü saklı almakın. Kargına Perverdigar, bizge kargına, biz hemmimiz senin halkındırmız. Şehirlerin bayavanga aylandı. Sion çölleşti, Yerusalim harabilikke aylandı. Bizning aşu mukaddes, güzel ibadetxonimiz, ecdodlarımız seni methiligen aşu cay köydürütildi. Biz qadrlagan barliq narsalar vayron bo'ldi. Ey Perverdigar, sen bu işlağa chidab turalamsan, bizni azobga tashlab qo'yib jim turalamsan.